Farmakonəzarət sənədləri ilə bağlı dərman vasitəsinin vəsiqə sahiblərinə xəbərdarlıq. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəsmi saytı farma.az-da farmakonəzarət sənədləri ilə bağlı dərman vasitələrinin vəsiqə sahiblərinə xəbərdarlıq edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli qərarı ilə dərman vasitələrinin farmakonəzarət qaydası təsdiq edilmişdir. Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra vəsiqə sahibləri bu qaydanın 7.1.2-ci yarım bəndində nəzərdə tutulan farmakonəzarət sənədlərinin ekspertizasının həyata keçirilməsi və beləliklə dərman vasitələrinin təhlükəsizlik profilinə nəzarət təşkil etmək məqsədi ilə aşağıda qeyd edilən sənədləri Analitik Ekspertiza Mərkəzinə təqdim etməlidirlər. 1. Dövrü olaraq yenilənən təhlükəsizlik hesabatı. Analitik Ekspertiza Mərkəzinin rəsmi internet səhifəsində qaydanın 16.2.8-ci və 16.2.8.1-ci yarımbəndlərinin tələblərinə uyğun hazırlanmış siyahıya əsasən. 2. Risk idarəetmə planı. Qaydanın 16.2.7-ci və etibarlı farmakonəzarət təcrübəsinin 7.3-cü yarımbəndlərinin tələblərinə əsasən. 3. Farmakonəzarət sisteminin əsas dosyesi. Qaydanın 7.1.13-cü yarımbəndinə əsasən Analitik Ekspertiza Mərkəzi vəsiqə sahibindən farmakonəzarət sisteminin əsas dosyesini tələb etdikdə 7 iş günü müddətində təqdim edilməlidir. Tarif Şurasının 2023-cü il 5 dekabr tarixli 10 nömrəli qərarına 3 nömrəli əlavəsi ilə dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra təqdim edilən farmakonəzarət sənədləri ilə bağlı ekspertiza xidmətlərinin tarifləri təsdiq edilib və 2025-ci ilin may ayının 1-dən qüvvəyə minir.